Herkese selam. Her biriniz kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte bilirsiniz bugün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Ümid edirəm ki, mən də bunu 8 Mart'ta paylaşa bilərəm, amma çox çətindim. Bugün sizlərlə birlikte mənə verilən 8 Mart hədiyələrinə baxacağıq. Salam. Salam. Necəsiniz? Dur. Neyse, buradan birini seçək. Gözümü bağlayıram. Biz 23 fevralda sinifdə bütün qızlar olaraq oğlanlara hədiyyə almışdıq. Oğlanlar da 8 Mart'da bizə hədiyyə aldılar. 8 Mart düzdür, şənbə günüdür. Amma 5-ci gün verdilər. Belə bir qutusu və qutusu çox gözəldir. Mənə akşin almışdı, mən də onu almışdım. Çünki belə bir fincandır. 8 Mart bayramınız mübarək yazılan bir fincandır. Məncə çox gözəldir. Tavşan evi. Tavşan. Evet. Bunu qoyaq kənara. İndi bir daha gözümüzü yumaq. Bunu akşin almışdım. Bunu bilirəm. Bunu mənə atam aldı. Amma qardaşımın adına. Yəni atam alıb qardaşım verir. Belə deyə bilərəm ki, məncə çox gözəl, yumuşaqdır. Hətta axşamlar bundan yata bilərəm. Yəni baxmayın ki, 5-ci sinifdə oxuyuram, bəzən axşamları kukla ilə yatıram. Burada Kankişkomun aldığı bir kukla vardı, ama o tərəfləri Günəşim. Onunla yatırdım, indi sıra bunda. Canım benim, seni çok seviyorum. İndi bir də seçək. Bu kimin hədiyəsiydi? Bir dakika. Bu kimin hədiyəsiydi? Yazımdan çıxdı baxın. Bu yine atamın hədiyəsidir. Yoxsa onun hədiyəsiydi. Salam. Bir dakika. Bunu atam aldı yine. Ben bunun birini açmışam. Bir dakika. Ben bunları açmışam. Yani. Bakın. Belə Faberlic'indən də hər ikisi də biz Faberlic'dən sipariş veririk. Belə Umo'nun kremi var. Moruqlu. Bir də belə yanında gloss olan 2 üzüklü bir setdir. Keçiyor birisine bir dakika. Anne. Devam ediyor. Bak böyle. Ha. Anne bak İndi- benim. Hangisini açsak? İndi də qohumumuzun verdiyini açaq. Mən buna gözlü baxmışam yəni. Düşüb. Belə sep və biləkliyi var. Bu şəkildə. Mənim öz biləklik murcuq setim var. Onlarla biləklik falan filan düzəldə bilirəm. Bir dəqiqə. Mən yəni özüm gözəl seplər, biləkliklər, üzüklər düzəldə bilirəm. Hətta bir gün bəlkə sizinlə birlikdə də düzəltdik. Yəni elə bir murcuq setim var. Ondan sonra mən bu laklara bayıldım. Düzdür, namaz qılan deyə çox vaxt vura bilmirəm. Amma toya falan gedərkən vurmağa, ad günlərində çox əla laklar. Bunların rənginə baxın. Mini lak. Və deyəsən Golden Rose. Yəni qızıl güldür. Qızıl gül rəngindədir hər ikisi də. Amma yəni bu qızıl gülün 10 nömrəsidir. Bu 46 nömrəsidir. 2 adet çorap. Hello Kitty. Bir de böyle yani normal çorap. Bir de mehrabı var yani. Maşalı. Niye maşalı? Ben bebek değilim. Bebek. Maşalı var. Neyse. Şey olmaz. Geçiyor birisine. Sırada
Güneş kankişkomun mənə aldığı 8 mart hədiyəsi. Mən ona qar kürəsi almışdım. O da mənə belə bir hədiyyə alıb. İndi bu hardan atılıyor? Mən ona qar kürəsi almışdım. Baxın belə suvenir. Düz deyirəmdir inşallah adı. Suvenirdir. İçində vazosu var. Yəni çox gözəldir. Mən evə qoymaq istəyirəm. Amma deyirəm ki, mən bunu kutusundan çıxarmayım. Harasa bir uzaq yerə qoyum ki, qırılmasın. Və son hədiyyə olaraq anamın hədiyəsi. Kloku çox xoşuma gəldi. Amma burası mavi olsaydı. Hər şeydən etiraz edən mən. Olsaydı güzel olurdu bence. Belə bir aynışkomdan kofta, çizgi film karakterli bir kofta, papaqlı. Necə gözəl bir koftadır. Bir də belə bir dəftər var. Annem bunu 8 martdan əvvəl vermişdi. Ona görə içi yazılıdır, baxın. Ben bunu günlük yaptım. Ben bunu böyle günlük tarzında kullanıyorum. Tabii ki okuyamazsınız. Dostlar, bende atamın hediyesi olarak şokolad paketi de var. Ancak o maalesef hala bu vaxta kimi hazır ola bilmədim. Bir de babamın hediyesi var. Babamın hediyesi ise, daha doğrusu babam bize gönderdi. Bize Temu'dan bazı məhsullarım var idi. Onları vuracağım. Geldiği zaman da sizlerle beraber açarım. Bugünlük videomuz bu kadar idi. Sağ olun. Kanalımıza abone olmayı ve videolarımızı beğenmeyi unutmayın. Bir de zil butonuna tıklayın ki her video attığımızda ilk izleyenler sizler olun. Sağ olun. Hepinizi çok çok seviyorum.